Nuru Paşanın Azərbaycanda qaldığı ev çox maraqlıdır. Görün bu kənd hansı rayonda yerləşir? Nuru Paşa niyə məhz bu evdə qalmağı seçmişdi? İndi bu evin vəziyyəti necədir və nə üçün istifadə olunur? Yerin Qulağı kanalı Nuru Paşanın ölkəmizdə qaldığı evlə bağlı 100 il sonra ortaya çıxan faktları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Kərbəlayı Nəcəfqulu bəy 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəli Şimali Azərbaycana daşınmış. 1888-ci ildə indiki Sabirabad rayonunun Kür çayının sahilində şəkildəki evi tikdirərək orada məskunlaşmışdır. 1918-ci ildə Nuru Paşanın məsləhəti ilə həmin kəndi Ulduq adlandırmışlar. Hüquqşünas Samir Kərimov, ulu babası Kərbəlayı Nəcəfqulu bəy və onun qonağı olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı tarixi faktlar açıqlayıb. Yerin Qulağı YouTube kanalı həmin tarixi faktları təqdim edir. Bildiyiniz kimi 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində Erməni Bolşevik Cinayətkar Birliyi tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Azərbaycanın igid oğulları torpaqlarımızı Erməni, Bolşevik və İngilis işğalçılarından azad etməklə yanaşı 1918-ci ildə tarixə çox əlamətdar hadisələr həkk etdiriblər. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyini elan ediblər. 15 sentyabr 2018-ci ildə Bakını düşmən qüvvələrdən azad ediblər. Azərbaycan hökumətinin Bakıya köçürülməsinə, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamentinin toplanmasına və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail olublar. Azərbaycanın və onun ürəyi olan Bakının düşməndən azad edilməsi Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi altında qəhrəman oğullarımızın qanı bahasına başa gəlib. 1918-ci ilin iyulunda Qafqaz İslam Ordusu Gəncə şəhərində iki qrupa, şimal və cənub qrupuna bölünərək Bakı istiqamətində hərəkət edib, şəhər və kəndlərimizi ermənilərdən təmizləməyə başlayıblar. Kəndimizin adı Bulduq olacaq. Samir Kərimov həmçinin bildirib ki, yaşı 100-dən çox olan kəndə Bulduq adının verilməsi Nuru Paşanın sözləri ilə əlaqəlidir. 1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan mənim ulu babam Kərbəlayı Nəcəfqulu bəyin qonağı olublar və babamın Kür çayının sahilində yerləşən evində bir gecə qalıb. Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa babama deyib: "Biz burada da olduq. Kəndi, türkümüzü bulduq." Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, qərarım qətidir. Kəndimizin adı Bulduq olacaq. Bulduq kəndi Sabirabad rayonunun Muğam bölgəsində Kür çayının sahilində yerləşir. Kərbəlayı Nəcəfqulu bəy 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəli Şimali Azərbaycana daşınmasını, 1888-ci ildə şəkildəki evi tikdirərək orada məskunlaşmasını və 1918-ci ildə həmin kəndi Bulduq adlandırmasını Gülzar xanım sağlığında ata-anama ətraflı danışıb. Müsahibimiz tarixi faktdan danışarkən nənəsi Gülzar xanımın erməni vəhşiliyi barədə söylədiklərindən də söz açıb. Ermənilər məscidlərə od vurub, insanları diri-diri yandırırlarmış. Gülzar nənəm danışırmış ki, 1918-ci ildə Ağdaşda, Şamaxıda, Qubada, Salyanda və Azərbaycanın digər bölgələrində məscidlərdə kişilər namaz qılarkən ermənilər qapıları arxadan bağlayıb, ibadətgahlara od vuraraq insanları diri-diri yandırırlarmış. Nuru Paşa və türk əsgərləri vaxtında köməyə gəlməsələrmiş, silahlandırılmış ermənilər silahsız Azərbaycanlıları qırıb qurtaracaqmış. Kərbəlayı Nəcəfqulu bəyin iki oğlu, Ağakərim və Abbas, Qafqaz İslam Ordusunun tərkibində ermənilərə qarşı fədakarcasına vuruşublar. Ağakərim bəy Gəncədə şəhid olub. Abbas bəy isə Bakının azad edilməsindən sonra sağ qalsa da 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilib və bir daha geri qayıtmayıb. Az bolşeviklər gələndə hər yerdə olduğu kimi Kərbəlayı Nəcəfqulu bəyin də var dövlətini əlindən alıblar. O zaman Kərbəlayı Nəcəfqulu bəy deyib ki, yalan və küləklə qurulan dövlət çox çəkməz, dağılar. 71 il sonra babamız Kərbəlayı Nəcəfqulu bəyin uzaqgörənliyinin şahidi oldu. Gülzar nənə Sovet dönəmində Qərbi Azərbaycandan köçürülən qohum əqrabalarını Kərbəlayı Nəcəfqulu bəyin şəxsi torpaqlarında yerləşdirib və sonradan Bulduq kəndi də daha da böyüyüb. Samir Kərimov vurğulayıb ki, Nuru Paşanın qonaq olduğu ev indi də tarixi yer kimi qalır. Sonradan mənim babam Ağaşərif bəy Bakıya köçsə də Bulduq kəndi ilə əlaqə kəsilməyib. Türk general Nuru Paşanın Kür çayının sahilindəki Bulduq kəndində qonaq qalıb gecələdiyi evimizin 100 ildən çox yaşı var və həmin ev indi də qalır. İndi həmin evdə Kərbəlayı Nəcəfqulu bəyin nəticəsi Minayə Kərimova yaşayır. Yerin Qulağı kanalı son günlər təbiəti, adətləri, coğrafi mövqeyi ilə hamının diqqətini cəlb edən
Daşkəsən rayonunun Bayan kəndi haqqında məlumatları təqdim edir. Daşkəsənin Bayan kəndi dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə, buludlardan nəm çəkən uca dağların qoynunda yerləşən ucqar kəndlərimizdəndir. Əhalisinin böyük əksəriyyəti Qərbi Azərbaycandandır. Hazırda 2500-ə yaxın insanın yaşadığı kəndin sakinləri həyatyanı torpaqlarında əsasən maldarlıqla və arıçılıqla məşğul olurlar. Əkinə yararlı geniş torpaqlara sahib deyillər. Ona görə də burada iri təsərrüfatlar demək olar ki, yoxdur. Ancaq sakinləri çox zəhmətkeşdirlər. Həm çalışqan, həm də yaradıcı insanların yurdudur bu kənd. Kəndin ətrafındakı meşələrin füsunkar mənzərələri hər kəsi heyran edir, xüsusən də payızda. Bu fəsildə dağları əhatə edən meşələrdə təbiət sanki öz gözəlliyini sərgiləyir. Bayanda diqqət çəkən məqamlardan biri də böyük kiçikliyi qorumaq ənənəsidir. Sakinlər kəndin havası ilə bağlı belə deyirlər. Bayanın havası bir növ Göyçənin havasına bənzəyir. Havası xoş, suyu saf. Cənnət məkandır. Qoşqar çayın sahilində, dağ ətəyində yerləşir. Bayan kəndinin yollarında gəzərkən tikililərin ərazinin landşaftına uyğun yarısvari inşası, dağların ətəyində sal qayaların üzərində salınması xüsusilə diqqəti cəlb edir. Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan, qadın, xanım, varlı, dövlətli, zəngin sözü ilə açıqlanır. Lakin nəzər almaq lazımdır ki, qədim abidələrin dilində baya, müasir Azərbaycan dilində bayaq sözü də işlənmişdir ki, bu da əvvəlki, keçmiş, yaxın keçmiş mənasını ifadə edib. Bundan başqa həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın al-qırmızı gül növü kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər Qaraqalpaq, Uyğur və Qırğız xalqlarının tərkibindəki Bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolistanda Bayan Tümən, Bayan Uleqey, Bayan Xara, Bayan Xonqar, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınıb. Sovet hakimiyyəti illərində kənddə mərmər, müxtəlif filiz mədənləri fəaliyyət göstərirdi. Lakin hazırda bu mədənlərə bir çoxu istifadə olunmur. Onu da deyim ki, dağların üzərində salınmış kəndin ümumi mənzərəsi və bu kənddəki evlərin maraqlı quruluşu vaxtilə kinematografiyaçıların da diqqətini çəkib. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının istehsalı olan və Mən ki gözəl deyildim povesti əsasında ekranlaşdırılan eyni adlı filmin əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib. Qocalar filminin də əksər kadrları bu kənddə çəkilib. Kənddə Daşkəsən rayon Bayan kənd Mustafayev adına tam orta məktəb və Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmayıb. Qədim Alban mədəniyyətini və memarlıq sənətini özündə yaşadır. Yaşayış məntəqəsinin yuxarı hissəsinə təpəlik üzərində salınmış qəbristanlıq və oradakı qəbirlər tarixin daş yadigarları kimi bu gün də qorunub saxlanılır. Bu məzarlıqdakı iri sənduqa tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xas şəkilləri hələ İslamdan çox-çox əvvəl ulu babalarımızın dünya görüşü və dini inancları barədə zəngin məlumat verir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.